Sumqayıt şəhərində yerləşən əyləncə mərkəzlərinin birində Sumqayıt şəhər İcra Hakimiyyəti, Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı və Cavid Ticarət Mərkəzinin dəstəyi ilə Qəlbimizdə Yaşayanlar və Qayıdışın Övladları adlı tədbir keçirilib. Tədbirdə şəhid ailələri, ictimaiyyət nümayəndələri və gənclər iştirak edib. Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər nümayəndəsi Rami İsmailov, şəhid övladlarına göstərilən diqqət və qayğıdan, torpaqlarımız uğrunda canından keçmiş qəhrəmanların əziz xatirəsinə olan ehtiramdan danışıb. Daha sonra Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxış edərək bildirib ki, dövlət hər zaman şəhid ailələrinin yanında olub, onların rifahının təmin olunması prioritet məsələdir və şəhid övladları xalqımızın ən böyük əmanətidir. Ardınca Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin Tağıyev qəsəbə icma sədri Mehriban İsmailova çıxış edərək icmanın fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr, şəhid ailələrinə ayrılan sosial dəstək proqramları və icmanın bu istiqamətdəki davamlı fəaliyyəti barədə ətraflı məlumat verib. Şəhid Şəhriyar Quliyevin xanımı Pərvin Quliyeva da çıxış edərək şəhid ailələrinə olan bu cür diqqət və qayğıdan məmnunluğunu bildirib. Burada şəhid övladları tədbirdə iştirak edir. Mən də şəhid Şəhriyar Quliyevin həyat yoldaşı olaraq övladlarımla burada iştirak edirəm. Bizə olunan diqqət və qayğıya görə Qərbi Azərbaycan İcmasına öz təşəkkürümüzü bildiririk. Ali Baş Komandanımıza öz minnətdarlığımızı bildiririk. Onun güclü siyasəti və güclü ordumuz sayəsində biz bu günlərə gəlib çatmışıq. Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin. Artıq yeni il ayıdır və yeni ili qarşılamağımıza sayılı günlər qalmışdır. Bu münasibəti ilə hər kəs ürəkdən təbrik edirik ailəmiz adından. Biz arzu edirik ki, 44 günlük Qarabağ müharibəsindən sonra bütün işğal altında olan torpaqlarımız azad olundu. Qərbi Azərbaycan torpaqlarımız da azad olunar və gözəl bayramlarımız orada qeyd olunar. Bayramınız mübarək olsun. Allah bütün şəhidlərimizin ruhunu şad etsin. Tədbirin davamında uşaqlar üçün xüsusi əyləncə proqramı təşkil olunub. Klonlar, nağıl qəhrəmanları və animatorlar uşaqlara unudulmaz anlar yaşadıblar. Balacalar müxtəlif oyunlarda iştirak edib, rəqslər edib və günlərini həm əyləncəli, həm də səmərəli keçiriblər. Tədbir həmçinin cəmiyyətimizdə şəhid ailələrinə və onların övladlarına göstərilən diqqət və qayğının simvolu olub. İştirakçılarda xoş və mənalı xatirələr yaradıb. Sonda şəhid övladlarına hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib. Şəmistan Fikrətli Elbrus İsmailov, bugün informasiya proqramı üçün.